Növbəti pasiyentim isə boğaz xəstəliyinə tutulub. Yox, onun boğazı ağrımır, xeyr. Sadəcə olaraq o öz mahnılarında çoxlu boğazlar eləyir. Qarşılayın, Nisə Qasımova! Nisə xanım, mahnı qutardınız, əyləsin. Bağışlar. Necəsiniz Nisə xanım, nə var mı yox mu? Şu belə, yavaş yavaş. Bilirsiniz, mən gittim. Qayıtdım. Nisə xanım, əziyyət çəkməyin, verin mən yandırım Nisə xanım. Özümü yandıraram. Bilirsiniz, mən gittim. Sonra qayıtdım. Amma dostlarım sevinsin. Yenə qayıtdım. 4 dəfə getdim. 8 dəfə qayıtdım. Qayıtdım. Başa düşmürəm, siz bumeraqsınız. Aha. Nə yaxşı saat et qoymuş. Bir dəqiqə qəbə məni. Təkrar taxtı. Yox, bacar satışımız dispanserdə. Nisə xanım. Bəli, qəbə müəllim. Nisə xanım, siz bu mahnılarda gözəl boğazları necə edirsiniz? Zəhmət olmasın, söndürün, başa salaram. Boğazları... Boğazları almaq üçün mənə ilk növbədə prodüser kömək edir. Necə kömək edirsən prodüser? Sadəcə başa salaram. 3 üsul var. Birinci üsul tip usuludur. Tip üsulu. Nisə xanım, Ha? mahnı oxuyacaq. Elə bayaq kimi. Zaryad 360. Çağırıram gəl, qaralarda qomusan. 420 lira, 420. Məni incitmə, bəsti toxurdu məni. Çox qəddar bir üsuldur. Oy. İkinci usul məişət usuludur. O da mənə prodüser bu usulu təklif edir. Çağırıram gəl, aralarda qal, məni incitmə, bana götür kəsin məni. Oy. Oy. Nisə xanım, Bəli. hətta aydındır. Onlar üçüncü üsulu mən göstəreyim. Buyurun. Bir dəqiqə. Jerry. Haradadır bu? Jerry. Oh, tapdım Jerry. Oy, nə Jerry. gözəl şanlı. Jerry. Bakın, gözleri.